Peter's uncle lived in a country. Peter'in əmisi kənddə yaşayırdı. Once Peter went to stay with him for a few weeks. Bir dəfə Peter onunla qalmağa görə, yəni bir neçə həftə ərzində qalmağa görə, yəni onun yanına getdi. Onun ilə getdi. Whenever they went for a walk or for a drive in a car and they passed somebody, his uncle waved. Deyir ki, whenever nə vaxtsa deməkdir. Yəni deyir ki, nə vaxtsa onlar yürüyüşə çıxanda və yaxud da ki, maşın sürməyə çıxanda, yəni insanlar keçirdi, onun əmisi isə əl eləyirdi. Wave əl etmək deməkdir, yəni salamlamaq da. Peter was surprised. Peter təəccüblənmişdi and said və dedi, Uncle George, əmi George, you know everybody here. Sən burada hər kəsi tanıyırsan, yəni hər kəsi bilirsən. Where did you meet them all? Sən onların hamısı ilə harda görüşdün? I don't know all these people. Yəni mən bu insanların hamısını bilmirəm. Said his uncle. Əmisi dedi. Then why do you wave to them? Asked Peter. Deyir, bəs onda sən niyə onlarla salamlaşsan? Yəni niyə onlara əl sallayırsan? Peter soruşdu. Well, Peter, answered his uncle. Yaxşı, Peter, yəni onun əmisi cavab verdi. When I wave to someone and he knows me, he is pleased. Yəni deyir ki, mən kiməsə əl sallayıram və o mənə tanıyırsa, yəni o məmnundur. He continues his journey with a happier heart. O yəni deyir ki, yoluna daha xoşbəxt ürəklə, yəni daha xoşbəxt ruhla davam edir. But when I wave to someone and he doesn't know me, he is surprised and says to himself, Who's that man? Why did he wave to me? Deyir ki, ancaq when I wave to someone, mən kiməsə salamlaşanda and he doesn't know me və məni bilməyəndə he is surprised, o təəccüblənir və öz-özünə deyir. Bu kimdir? Niyə mənə əl salladı? So he has something to think about during the rest of his journey. Və beləliklə onun yəni yolunun qalanına yəni yolun qalanı üçün düşünməyə bir şey var. And that makes his journey seem shorter və bu onun səyahətini, yəni onun yolunu qısa göstərir. So I make everybody happy və belə ki, mən hər kəsi xoşbəxt edirəm. İndi keçirik 27-ciyə. It was a beautiful spring morning. Deyir ki, gözəl yaz səhəri idi. There wasn't a cloud in the sky. Səmada bulud yox idi. And the sun was warm but not too hot. Və günəş isti idi. Yəni ancaq o qədər də yox. So Mr. Andrews was surprised when he saw an old gentleman at the bus stop with a big, strong black umbrella in his hand. Deyir ki, belə ki, cənab Andrews təəccübləndi, yəni o yaşlı centlmen, yəni yaşlı bir kişinin, yəni avtobus dayanacağında yaşlı bir kişini böyük, güclü, qara çətir əlində çətirlə görəndə təəccübləndi, yəni. Mr. Andrews said to him, cənab Andrew ona dedi, Are we going to have rain today, do you think? Biz bugün, yəni daha doğrusu bugün yağış yağacaq, yəni elə düşünürsən? No, said the old gentleman. Yox, yaşlı kişi dedi. I don't think so, yəni elə düşünmürəm. Then are you carrying the umbrella to keep the sun off you? Deyir, onda sən bu çətiri, yəni günəşdən qorunmaq üçün daşıyırsan. No, the sun is not very hot in spring. Yox, günəş yazda, yəni çox da isti deyil. Mr. Andrews looked at the big umbrella again. Cənab Andrew
çətirə, yəni böyük çətirə yenidən baxdı. And the gentleman said, və yəni kişi dedi, gentleman dedi, I am an old man and my legs are not very strong, so I really need a walking stick. Deyir ki, mən yaşlı kişiyəm və mənim ayaqlarım yəni o qədər də yəni çox da güclü deyil. Belə ki, mən yəni ehtiyacım var da həqiqətən. Walking stick yəni asa deyirlər də, yəni odur. Yəni ona ehtiyacım var. But when I carry a walking stick, people say, look at the poor old man. Ancaq deyir ki, mən asa gəzdirəndə insanlar deyir ki, bu yazıq yaşlı kişiyə bax. And I don't like that. Və mən bunu sevmirəm. When I carry an umbrella in fine weather, people only say, look at that stupid man. Deyir ki, mən yaxşı havada çətir gəzdirəndə insanlar sadəcə olaraq deyirlər ki, bu axmaq kişiyə bax. 28-ci mətn. Many years ago, bir neçə il əvvəl, an English family were living in China. İngilis ailəsi Çində yaşayırdı. One evening, an important Chinese officer came to visit them. Deyir ki, bir axşam vacib Çin ofiseri onları baş çəkməyə gəldi. It got later and later and he still didn't go. So his hostess invited him to have dinner with them. Deyir ki, yəni vaxt keçdi və o hələ də getmədi. Belə ki, onun hostesi onu özü ilə, yəni onlar ilə nahar etməyə dəvət etdi. Hostes yəqin ki, Azərbaycanın da hostesdir. Çünki Azərbaycan mənasını bilmirəm. But she had very little food in the house. Ancaq onun evdə yəni çox az yeməyi var idi. So she quickly went to the kitchen and spoke to her Chinese cook. Deyir ki, belə ki, o mətbəxə getdi və Çinli aşpazına danışdı, yəni dedi. Cook aşpaz deməkdir. Bişirmək mənasından əlavə olaraq. He said, o dedi, it's all right. Yəni okay ilə sinonimdir də it's all right. Yəni okay, yaxşı, yəni normaldır. You will have a very good dinner. Sənin yəni yaxşı naharın olacaq. When they all sat down to eat, the lady was very surprised. Deyir ki, onlar yeməyə oturanda xanım çox təəccübləndi. Because there was a lot of very good food on the table. Çünki stolun üstündə çox yaxşı yeməklər var idi, çoxlu. After the dinner, nahardan sonra the hostess ran to the kitchen and said to the cook. Hostess mətbəxə qaçdı və yəni mətbəxə getdi və aşpaza dedi, how do you make such a good meal in half an hour? Deyir ki, sən yəni belə yaxşı yeməyi yəni yarım saatda necə etdin? I didn't make it, madam. He said, o dedi, madam, mən yəni bunu hazırlamamışam. I sent one of the servants to the Chinese officer's house and he brought back the Chinese officer's dinner. Deyir ki, mən xidmətçilərdən, xidmətçilərdən birini göndərdim Çinli ofisirin evinə və o da həmin bu Çinli ofiserin naharını gətirdi. Sonuna 29-cu mətn. One day, Nəsrəddin went to a big dinner party. Deyir ki, bir gün Nəsrəddin böyük, yəni nahar partisinə getdi. Yəni qonaqlığına getdi. He was wearing old clothes and when he came in, nobody looked at him and nobody gave him a seat at the table. Deyir ki, o köhnə paltarlar geyinmişdi və o içəri daxil olanda heç kəs ona baxmadı və heç kəs ona stolda oturmağa yer vermədi. So Nəsrəddin went home. Belə ki, Nəsrəddin evə getdi. Put on his best clothes. Ən yaxşı paltarlarını geyindi. And və then went back to the party. Qonaqlara geri qayıtdı sonra.
The host at once got up and came to meet him. Host yəni ev sahibi. Yəni qonaqları qarşılayan insan da, yəni ev sahibi. Deyir ki, yəni ayağa qalxdı və onunla görüşməyə getdi. He took him to the best table. Onu ən yaxşı stola apardı. Gave him a good seat. Ona ən yaxşı yer verdi and yəni yaxşı yer verdi and offered him the best dishes və ona ən yaxşı yeməkləri təklif etdi. Nəsrəddin put his coat in a food and said, eat coat. Deyir ki, Nəsrəddin paltosunu yeməyə qoydu və dedi, ye palto. But the other guests were very surprised and said, what are you doing? Deyir ki, başqa qonaqlar çox təəccübləndi və dedi, sən nə edirsən? Nəsrəddin answered, Nəsrəddin cavab verdi. I was inviting my coat to eat. Mən paltomu yeməyə dəvət edirəm. When I was wearing my old clothes, nobody looked at me or offered me food or drink. Deyir ki, mən köhnə paltarlarımı geyinəndə heç kəs mənə baxmadı və yaxud da mənə içki və yaxud da yemək təklif etmədi. Then I went home and came back in these clothes and you gave me the best food and drink. Deyir ki, sonra mən evə getdim və bu paltarlarla geri qayıtdım və siz mənə ən yaxşı yeməyi və içkini verdiniz. So you gave me these things for my clothes, not for myself. Deyir ki, belə ki, siz bu şeyləri mənim paltarlarıma görə verdiniz, mənə görə yox. 30-cu mətn. Nəsrəddin wanted a big pot for the party. Nəsrəddin qonaqlıq üçün böyük qazan istəyirdi. So he borrowed one from a neighbor. Belə ki, o bir dənəsini qonşudan aldı. Yəni borc aldı da, ödünç aldı. After the party, qonaqlıqdan sonra he took it back with another small pot inside. O içərisinə yəni balaca başqa qazan qoyub, yəni geri apardı. Geri qaytardı. Your pot had a baby while it was with us, he said. O dedi, sənin qazanın bizim ilə olarkən uşağı oldu. Of course, əlbəttə, the neighbor was very pleased. Qonşu çox məmnun oldu. And when Nəsrəddin came to borrow the big pot again for another party, he lent it to him very gladly. Deyir ki, Nəsrəddin yəni başqa qonaqlıq üçün yenidən böyük qazanı ödünç almağa gələndə o ona yəni məmnuniyyətlə verdi. Gladly məmnuniyyətlə deməkdir. This time, bu vaxt Nəsrəddin didn't bring the pot back. Nəsrəddin qazanı geri qaytarmadı, yəni geri vermədi. So after a few days, the man went to Nəsrəddin's house. Deyir ki, belə ki, bir neçə gündən sonra kişi Nəsrəddinin evinə getdi. What has happened to my big pot? He asked. Mənim böyük qazanıma nə oldu? O soruşdu. Why have you not brought it back yet? Sən niyə onu hələ geri gətirməmsən? Oh, the big pot, said Nəsrəddin. Nəsrəddin dedi, yəni böyük qazan. It died while it was with us. O bizimlə olarkən öldü. Died, öldü. Said the neighbor angrily. Qonşu acıqla dedi. But pots do not die. Ancaq qazanlar ölmürlər. Why do you say that? Answered Nəsrəddin. Sən niyə bunu dedin? Nəsrəddin cavab verdi. When I said the pot has had a baby, you didn't say pots do not have babies, did you?
Deyir ki, yəni mən sənə Qazanın uşağı oldu deyəndə sən heç yəni demədin də. Yəni demədin ki, Qazanın uşağı olmur. Elə?